Bu gün yerin daxili quruluşundan və bəzi sərhədlərdən bəhs edəcəyik. Yer daxili quruluşuna görə 3 təbəqədən ibarətdir. Nüvə, mantia və yer qabığı. Nüvə 2 hissədən, daxili və xarici nüvədən, mantia eyni zamanda 2 hissədən, aşağı və ya yuxarı mantia və ya alt və ya üst mantiyadan, yer qabığı isə qranit, çökmə və bazalt qatlarından ibarətdir. Qeyd etmək istəyirəm ki, yer qabığı və üst mantia birlikdə litosfer təbəqəsini əmələ gətirir. Yer qabığının iki qatı arasında, qranit və bazalt qatları arasında Konrad sərhədi yerləşir. Və yer qabığı ilə üst mantia arasında isə Moxo sərhəddi yerləşir. Üst mantiyanın aşağı sərhəddində isə astenosfer təbəqəsi yerləşir. Astenosferdən yuxarıda Benyov təbəqəsi yerləşir. Benyov sərhəddi yerləşir. Və astenosfer ilə aşağı mantia arasında isə Gutenberg sərhəddi yerləşir. Astenosfer və litosfer birlikdə tektonosfer təbəqəsini əmələ gətirir. Bu iki təbəqədə yer kürəsində baş verən vulkan və zəlzələ hadisələri əmələ gəlir.